Hər vaxtınız xeyir olsun bəxana, sizi və izləyicilərimizi Şuşadan salamlayıram. Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir. Tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər. İclasa sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər hazırda müzakirə olunur. İclas bir neçə dəqiqədir ki, artıq öz işinə başlayıb. İclasın gündəliyinə uyğun olaraq isə İqtisadi Əməkdaşlıq Təşkilatı Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də 2030-cu il üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı Turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri də nəzərdən keçirilir. Eyni zamanda Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdən tutulan Şuşa bəyannaməsinin layihəsi üzrə müzakirələr aparılır və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürüləcək. Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri isə aprelin 29-da keçiriləcək Turizm Nazirlərinin 7-ci iclasının gündəliyində təqdim olunacaq. Bir məqamda sizin diqqətinizə çatdırmaq istəyirəm ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Turizm Nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilib. Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn fəaliyyətlər çərçivəsində isə təşkil olunur. Bəli, Vəfa, mənim sizə Şuşa çatdıracaqlarım, Şuşa şəhərinə çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir.